Çox gözəl ayədir. Mən istərdim ki, bunu bir yerdə oxuyaq. Gəlin, baxaq və bu ayə güzgüdür. Baxaq bu ayəyə və ürəyimizə baxaq, özümüzü görək. Huşa Peyğəmbərin kitabından oxumaq istəyirəm. 6-cı fəsil 4-cü ayədən. Allah deyir, ey Efraim, sənə nə edim? Ey Yahudə, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı erkən uçub gedən şeyh kimidir. Efraimlilərə, Yahudalılara, o məmləkətdə yaşayanlara, orada olan insanlara və bizlərə də Allahın ruhu deyir. Mən sənə nə edim? Sənin məhəbbətin səhər dumanı kimi və sonra uçub gedən şeyh kimi deyir Rəbb Allah. Yəni görsəndi, yox oldu. Yəni qığılcım oldu, bir anda partlayış oldu, bir anda da söndü getdi. Bax, bizim məhəbbətimiz budur. Amma tam əksi bir sevgi var. Tam əksi bir məhəbbət var, o Allahın məhəbbətidir. Onun adı aqapedir, mənası isə ilahi məhəbbətdir, təmənnasız məhəbbət. Onun adı fədakar sevgidir. Qurban gedən sevgidir. O əvəzlə heç nə etmir.